Xoş gördük qızlar. Deməli, bu günlərim Əmən Köməncidə qəşəng dolma bişirmişəm. Həm yalancısını etdim, həm də ördək əti var idi. Ördəyin döşətindən qəşəng. Bir dənə dolma bükdüm. İnanın, bir yandan ördək ətinin gözəlliyi, bir yandan Əmən Köməncinin gözəlliyi. Ay, o qədər sevdim. Mən elə bilirdim ki, üzüm yarpağından sonra ikinci yerdə ən dadlı dolma tut yarpağından çıxır, amma Əmən Kömənci də çox qəşəng, çox qəşəng. Yəni canlı yayımda bükdüm deyə çəkə bilmədim. Çox gözəldir. Burada indi şəkildə belə düşür. Telefonda yaxşı düşmür. Amma o qədər dadlı. Həqiqətən bişirin. Burada da qəşəng böyük yarpaqlar tapmışam deyə indi bunları bankaya yığım. Deyilənə görə Əmən Kömənci yarpağından da üzüm yarpağı kimi bağlamaq olar. İndi onu da TikTok'dan tapım. Bilmirdim. Bax, bunları da saxlayayım. Hələ belə böyük Əmən Kömənci yarpağı birinci səfərdə görürəm. Xalam qızı gilə getmişdim. Həyətə girən kimi elə bir dənə dedim mənə nəsə verin. Bunları yığım, çox sevdim və planında tutdum. O dəqiqə ağlıma gəldi ki, bunlardan qəşəng dolma bükmək olar. Elə mən də gah böyük, uzun, balaca hər cür bükdüm. Bax belə. Necə həvəslə bişirdimsə, bir neçə nəfər də dedi ki, gedək biz də bişirək. Həqiqətən çox sevdim. Düzdür, Əmən Köməncidən yalancı dolma da eləmişdim bulgur düyünə. Amma ətlə eləməmişəm. Bu isə ördək ətindən də ki, ümumiyyətlə mən ördək ətinin dolmasını çox sevirəm. Dolma bayaqdan çıxartmışam. Ona görə qalıb biraz belə, amma pişəndə çox gözəl olur da. Bir sözlə super. Bişirin. İstər yalancısını bişirin, bulgur və düyünlə, istər ətlə. Bax belə. Çəkdim, paylaşdım, bilməyənlər bilsin. Həqiqətən də dəyərdir əziyyətimə, çox qəşəkdir. Siz də bəyənin, rəylərdə yazın. Gələn dəfə də ətlə bişirmək fikrim var. Yəni o dərəcədə sevdim. Bir dəfə də ətlə yoxlayım. Videomu bəyənin, təkrar paylaşın, xahiş edirəm. Ondan sonra demək olar ki, takip atın. Və kim öz təcrübələrinizi yazın ki, bəli, çox gözəldir. Bu arada bir dənə sual verim. Deyilənə görə bağa yarpağından da dolma olur. Heç yeməmişəm. Kim bişirib? Amma buna nə cür bükülür? Buna nə cür bükəsən? Lap qaynar suya atsaq da bu enli olmadı da. Lap enlilərindən olar yəqin ki. Bundan heç yeməmişəm. Olar, bu acıdır axı. Bir dənə bu barədə də yazarsınız.